2 gün gedirlər məktəbə, bir həftə evdə qalırlar. Kurtkada, papaqda otururlar. 2 dənə uşaq hal-hazırda evdə yatır xəstədir. Zaqatala rayonunun Paşan kənd tam orta məktəbində 100-dən çox şagird təhsil alır. 30-dan artıq müəllim və texniki heyətin çalışdığı bu ümum təhsil müəssisəsində tədris göstəriciləri də qənaətbəxşdir. Yeni və müasir məktəb binası zəruri avadanlıqlarla təmin edilsə də, valideynlərin və şagirdlərin əsas narazılığı sinif otaqlarının həddindən artıq soyuq olmasıdır. Valideynlərin sözlərinə görə bu vəziyyət uşaqların tez-tez xəstələnməsinə və nəticədə davamiyyətin pozulmasına, tədrisin keyfiyyətinin aşağı düşməsinə səbəb olur. 4 dənə övladım var, 3-ü hal-hazırda bu məktəbdə oxuyur. Siniflər isinmir, səhər saat 6-da dizel yanacağı ilə yandırırlar, saat 2-yə kimi. Sutkanın 8 saatı dizel yanacağı yanır, 16 saatı bu məktəb soyuyur. Ya bizə elə eləmək lazımdır ki, o dizel yanacağı bütün sutkalıq yandırılası kimi versinlər. Ya da ki, biz istəyərdik ki, qaz sisteminə keçək. İstilik üçün dizel yanacağından istifadə edirlər. O da sinifləri isitmir. Yenə günəş tərəfə baxan otaqlarda az-çox günəş çıxandan sonra, indi qışın günəşində bilirsiniz nə istilik olur. Az-çox günəş çıxandan sonra bir təhər isinirlər. Ancaq o biri tərəfdə isə donurlar uşaqlar. Uşaq da məktəbdə oxuya bilmir. Düzgün istilik yoxdur. İndi nə qədər eləsək də bunun nəyi yox. Daha ona görə də xahiş eləmişik. İndi yenə də xahiş eləyirik ki, bu problemimizi götürsün aradan bizim. Şagirdlər isə bildirirlər ki, xüsusilə qış aylarında dərs zamanı gödəkcə və üst geyimlərini çıxarmadan oturmalı olurlar. Bəzən əllərinin üşüməsi yazı yazmağa belə mane olur. Məktəbdə çox soyuqdur, sinifimizdə də çox soyuqdur. Bu neçə illərdir ki, davam edir. Yəni biz artıq isinə bilmirik. Dərs oxumaq istəyirik, amma isinmədiyimiz üçün bu alınmır. Summativlərdə soyuq olduğu üçün yaza bilmirik. Əllərimiz donur, kurtkalarımızı çıxarmırıq, papaqla otururuq həmişə. Biz necə deyim, dərs yazarkən dəftərlərdə əllərimiz donur, yaza bilmirik. Dərsdə kurtkalarımızı giyinib başımıza da papaq qoyuruq. Dərs danışmaq istəyəndə əllərimiz titrəyir, yəni çox soyuq olur. Yazanda da əllərimiz titrəyir. Maraqlıdır ki, Paşan kəndi mavi yanacaqla təmin olunub. Hətta məktəb binasının bir neçə metrliyindən qaz xətti keçir. Valideynlər hesab edirlər ki, məktəbin qazla təmin olunması həm maliyyə baxımından daha sərfəli olar, həm də istilik sistemi daha uzun müddətli və effektiv işləyər. Bu isə sinif otaqlarının normal şəkildə qızdırılmasına imkan yaradar. Qazdakı siz gələndə gördünüz, o məktəbin çox yaxınlığındadır. Biz aidiyyatı qurumlardan xahiş eləyərdik ki, bizə o qaz çəksinlər, o məktəbi qazla təmin etsinlər. Yəni bizim də uşaqlarımız xəstələnməsin, biz də istəyirik ki, uşaqlarımız yaxşı oxusun, sonra ali məktəblərə qəbul olunsunlar. Əgər əli uşağın ruçka tutmursa, soyuqdan donursa, o uşaq müəllimin dediyindən nə götürə bilər? Uşaqlarımızın da məktəbdən qalmasını istəmirik. İstəyirik ki, onlar oxusunlar, savadlı olsunlar. 20-30 metrliyindən qaz xətti keçir. Əgər kənddə qaz olmasaydı, biz yenə də bu problem eləməzdik. Yenə də bir təhər, indiyə kimi necə yola getmişiksə, yenə bir təhər yola gedərdik. Kəndə qaz çəkilən xeyli illərdir. 20-30 metrlikdən qaz gedəndən sonra burada indi dizel yanacağı ilə istifadə eləmək bu əl vermir. Məsələ ilə bağlı Şəki Zaqatala Regional Təhsil İdarəsindən bildirilib ki, təhsil müəssisələrinin istilik təminatı qanunvericiliyə uyğun şəkildə həyata keçirilir. Qurumdan verilən məlumata görə, payız-qış mövsümünə hazırlıq çərçivəsində aidiyyatı qurumlarla birgə tədbirlər görülüb. Mümkün problemlərin operativ həlli üçün işçi qrupları yaradılıb. Hazırda Zaqatala rayonunun Paşan kənd tam orta məktəbində istilik dizel yanacağı ilə işləyən sistem vasitəsilə təsdiq edilmiş norma və qaydalara uyğun təmin edilir. Məktəbin qazla təchiz olunması ilə bağlı isə müvafiq işlərin görülməsi nəzərdə tutulur.